Salam hörmətli izləyicilər. Mərkəzi Gömrük Hospitalının pediatriya şöbəsinin həkim pediatrı Aygün Sadıxova. Bugün sizlərə hal-hazırda uşaqlar arasında geniş miqyasda yayılmış olan influenza A virusu haqqında danışmaq istəyirəm. İnfluenza xəstəliyi haqqında danışmaq istəyirəm. İnfluenza xəstəliyi xalq arasında qrip adı ilə tanınır. İnfluenza virusları tərəfindən törədilir. Əsasən tənəffüs yolu xəstəliyidir. İnfluenza virusları bir neçə növü vardır. A, B, C, eyni zamanda D tipi, hansı ki bu insanlarda olmur. A tipi influenza A digər tiplərə baxdıqda daha yoluxucu, daha ağır simptomlar, şiddətli simptomlarla keçən, daha ağır keçən növüdür. İnfluenza xəstəliyi yoluxması necə baş verə bilir? Bu yoluxmuş bir uşaqla digər sağlam uşağın yaxın təması zamanı həmin xəstə uşaqdan hava damcı yolu ilə, onun askırması ilə, öskürməsi ilə virus ətrafa yayılır və yaxud da kontakt vasitəsilə də yoluxa bilər. Kontakt vasitəsilə ola bilər, məsələn, bağça uşaqlarında istifadə elədiyi oyuncaqlarda, stolun üstündə, istifadə elədiyi yemək ləvazimatlarında, boş qabda, qaşıqda, məktəb uşaqlarında, karandaşda, qələmdə, dəftərdə, partasında, hətta belə qapının tutqaclarında belə viruslar qısa müddət ərzində qala bilir və sağlam uşaqlar həmin yoluxmuş həmin səthlərdən istifadə elədikdə, toxunduqda onlara və həmin yoluxmuş əllərini, əllərində olan viruslu əllərini gözünə, ağzına, burnuna yaxınlaşdırda virusla yoluxma ola bilir. Virusla yoluxma olarsa, nə vaxtdan sonra şikayətlər, əlamətlər göstərir özünü. Yoluxmadan hardasa bu uşağın sağlamlığından, öz sağlıq durumundan və yoluxuculuqdan, yoluxma şərtlərindən asılı olaraq dəyişə bilir. Təxminən yoluxmadan 1 sutka, 24 saat keçəndən sonra ilk şikayətlər ortaya çıxa bilir və bu yoluxuculuq bir uşağın, xəstə uşağın yoluxuculuğu nə qədər qala bilir? Valideynləri maraqlandıran suallar da əsasən bunlardan biridir. Yoluxuculuq uşaqda xəstəliyin şikayətləri başlamamışdan, hardasa 1 sutka əvvəldən xəstəlik şikayətləri başlayandan bir neçə gün sonraya qədər davam edə bilər. Təxminən bu kəskin dövr keçənə qədər, temperatur düşənə qədər və ondan sonra ola da bilər bir neçə gün sonra bitmiş olar. İnfluenza xəstəliyi necə özünü göstərir? Yoluxmadan dediyim kimi 1 sutka sonra uşaqlarda durduğu yerdə kəskin, şiddətli bədən ağrıları, baş ağrıları, əzələ ağrısı, oynaq ağrısı, boğaz ağrısı kimi şikayətlər gündəmə gəlir. Eyni zamanda birdən-birə temperaturun yüksək rəqəmlərə doğru qalxması, 38, 40, 41-ə qədər temperaturun qalxması, temperaturun dirəncli olması, temperatur salıcı dərmanlara qarşı daha dirəncli olması, temperatur salıcı dərmanlara tabe olmaması və temperaturlu müddətlərin daha çox olması, temperatur arasındakı məsafələrin daha az olması kimi temperatur artmaları ilə bədəndə yorğunluğun olması, iştahsızlıq, əzginlik, üşütmə, titrəmə, sonra uşağı incidən, uşağı yoran bir quru öskürək özünü göstərir. Adətən gecələr uşaq başını yastığa qoyanda bu öskürək daha da artır, uşağı bezdirən, incidən bir öskürək formasına gətirib çıxara bilir. Sonra bəzi uşaqlarda ola bilər ki, ən çox da aşağı yaş qrup uşaqlarda ürək bulanma, qusma, diareya kimi şikayətlər də ola bilər. Biz bu zaman nə etməliyik? Valideynlər, daha doğrusu valideynlər nə etməlidirlər? Əgər bir uşaq influenzaya yoluxubsa, influenza xəstəliyi yaşayırsa, bu bir xəstəlik, virus xəstəliyidir. Şikayətlər daha yüngül keçərsə dediyimiz nədir? Nə zaman ev şəraitində müalicə edə bilər? Əgər uşağın temperaturu qalxıb, temperatur salan dərmanı veririksə, temperatur düşürsə,
və temperaturlar arasındakı məsafələrdə uşağın keyfi halı yaxşıdırsa, əvvəlki kimi hoppanıb düşüb oynayıb, iştahsı təbii ki aşağı olacaq, amma çox da aşağı deyil, müəyyən qədər maye qəbulu, yemək qəbulu varsa, bu zaman ev şəraitində bol-bol maye verməklə, maye balansını ödəməklə, sulu yeməklər, balanslı yemək verməklə, balanslı, vitaminli falan yeməklər verməklə, yataq rejimi, istirahət rejimi yaratmaqla hansı şikayətlər gündəmdədirsə, o şikayətlərə qarşı burunun təmizlənməsi, temperaturun salınması, öskürək varsa öskürəyə qarşı dərmanın uşaq ev şəraitində müalicə oluna bilər. Amma nə zaman artıq valideynlər həkimə müraciət etməlidirlər? Əgər uşaqda şikayətlər get-gedə artırsa, şikayətlər bir neçə gün ərzində yaxşılaşma yox, daha da pisləşməsi varsa, burada nələr aiddir? Tənəffüsün çətinləşməsi, belə deyək də, döş qəfəsinin hərəkətində məhdudluğun olması, tənəffüsə köməkçi əzələrin də qoşulması, məsələn, burun qanatlarının gərgin olması, açılmış vəziyyətdə olması, tənəffüsdə qarının da iştirak eləməsi, uşağın nəfəs alarkən dodağının göyüntülü rəngdə olması, dərisinin bozarmış, göyüntülü rəngdə olması, uşaqda susuzlaşma əlamətlərinin görülməsi, belə ki, ağlayarkən gözünə su gəlmir, sidiyə getməsində miqdarın azalması, hətta pampers taxan uşaqlarda pampersin quru olması, uşağın reaksiyasının, ətraf mühitə reaksiyasının get-gedə zəifləməsi, hətta onun reaksiyasının sıfır olması, məsələn, uşağın adını çağırırsan, əlini yuxarı, cavab verməməsi, əlini yuxarı qaldırırsan, tonusunun olmaması, yenidən əlini aşağı salması, bu kimi şikayətlər gündəmə gəlirsə və temperatur həddən artıq yuxarı rəqəmlərdədir və temperatur salıcı dərmanlara tabi olmursa, günün çox hissəsi temperaturlu qalırsa və temperaturlar arası məsafələrdə uşağın keyfi halı davamlı süsdür, o zaman həkimə müraciət etmək və həkim müayinəsindən sonra, əgər həkim uyğun bilirsə, ambulator müalicə, həkim təyinatlı ambulator müalicə və yaxud da ki, stasionar yerləşdirmək uyğun görülür. Hansı uşaqlar daha çox risk qrupuna aiddir influenziyaya görə? Əsasən 5 yaşın altında, ən çox 2 yaşın altında olan uşaqlar risk qrupuna aid olur. Eyni zamanda bədənində hansısa bir xroniki xəstəliyi olan, bura aiddir, asması olanlar, diabeti olanlar, ürək qan damar sistemi xəstəlikləri olanlar, oraq hüceyrə anemiyası olan, qan xəstəlikləri olanlar, xərçəngi olanlar, həddən çox kök olan uşaqlar, eyni zamanda alkoqol, spirt qəbul edən böyüklər, 65 yaşın üstündə olan yaşlı şəxslər, hamilə qadınlar risk qrupuna, influenza üçün risk qrupuna aid olan insanlar qrupuna daxildir. Belə biz əgər influenza varsa, ən çox immun sistemi aşağı olan uşaqlarda influenzanın keçməsi daha çox ağır keçə bilər. Adətən influenzanın keçmə müddətinə gəldikdə influenza simptomlar 5, 6, 7 günə, bir həftəyə yekunlaşa bilir bu simptomlar və sağalma müşahidə olunur. Amma immun sistemi aşağı olan digər xroniki xəstəlik, bayaq sadaladığım digər xroniki xəstəlikləri olan uşaqlarda isə xəstəlik daha ağır keçə bilər, daha ağır keçdiyimiz uzana bilər və hətta ağırlaşmalarına gətirib çıxara bilər. Ən çox müşahidə etdiyimiz ağırlaşmaları ağciyərlərin iltihabı, pnevmoniyasıdır. Hansı ki, çox zaman xəstəxanada yatırmağa məcbur oluruq. Hətta çox təəssüf ki, ölümlə nəticələnə bilən durumlara da səbəb ola bilir. Digər də yayılmış ağırlaşmalarından orta qulağın iltihabı, otit kimi də o da diqqəti daha çox çəkən hallardan biridir. Müalicəsindən ilkin olaraq nə istifadə edirik? Qızdırma varsa qızdırmanı parasetamol, ibuprofen tərkibli dərmanlarla salmağa çalışılır. Çalışırıq ki, burada aspirin tərkibli dərmanlardan istifadə olmasın. 12 yaşın altında uşaqlarda daha çox üstünlük verir ki, istifadə olmasın reyni xəstəliyinə görə. Çoxlu maye içirtmək tövsiyə olunur. Simptomatik nə şikayətlər varsa onların qarşısı alınır. Öskürək varsa, burun tutulması varsa və s. onların qarşısı alınır.
və virus əleyhinə dərmanlardan istifadə oluna bilər. Oseltamivir tərkibli. Virus əleyhinə dərmanların istifadəsi təbii ki, tam da sağaltmaz. Amma xəstəlik əlamətlərinin azalmasına, xəstəliyin yüngül keçməsinə, xəstəlik müddətinin azalmasına, xəstəlik zamanı baş verə biləcək ağırlaşmaların olmamasına səbəb olacaq bir duruma gətirib çıxarır və bu da ən çox effektiv olur. 48, ən uzağı 72 saata qədər istifadə edərəksə effektivliyi daha çox olar. Amma buna baxmayaraq, xəstəliyin durumuna görə, uşağın öz sağlamlıq durumuna görə həkim qərar verib, hər bir xəstəlik müddətinin hansı müddət olmasına baxmayaraq istifadə edə bilər. Həkim qərarından sonra istifadə edə bilər. İnfluenza xəstəliyinin profilaktikasına gəldikdə biz belə məsləhət edə bilirik valideynlərə ki, ən birinci profilaktika peyvəndləmədir. Qripə qarşı peyvəndləmədir. İnfluenza xəstəliyi xalq arasında qrip adı ilə tanınır. Qripə qarşı peyvəndlənək, 6 aydan böyük olan bütün uşaqlar qripə qarşı peyvəndlənməlidir. 6 ayından 8 yaşına qədər olan uşaqlar 4 həftə fasilə olmaqla 2 dəfə peyvəndlənir, ildə bir dəfə. 8 yaşdan yuxarı uşaqlarsa bir dəfə ildə peyvəndlənir. Peyvəndləmə nə vaxt aparılması uyğundur? Qripin yayıldığı mövsümdə, bu da qış mövsümündə olur. Sentyabr, oktyabr aylarında aparılması məsləhətdir ki, dekabr ayına qədər bitsin. Nəyə görə? Çünki qrip həmin dövrdə olur və peyvəndləmədən hardasa bir 2 həftə falan bədəndə həmin o virusa qarşı antitellər əmələ gəlmiş olur və həmin xəstə viruslu, xəstə insanla peyvəndlənmiş uşaq təmasda olanda ondan qorunmuş olur. Təbii ki, peyvəndləmə, bəzi valideynlər sual verir ki, mənim uşağıma peyvənd vurmuşamsa influenzaya qarşı o yoluxmazmı xəstə uşaqlarla təmas olarsa? Bir də tam qorumur, amma kifayət qədər qoruma şansı var. Xəstə insanla yoluxarsa, ya qarşılaşarsa ya yoluxmaz, ya da yoluxarsa da simptomlar daha zəif keçər. Və hər il müxtəlif növ qripin müxtəlif növləri, yarım tipləri ilə yoluxma müşahidə olduğuna görə hər il qrip peyvəndi yeniləməlidir. Dediyim kimi sentyabr, oktyabr aylarına başlayıb dekabr ayına qədər sonlandırmaq lazımdır. Peyvənd hansı uşaqlara olar? Belə bir sual da olur valideynlər içərisində. 6 yaşdan böyük bütün uşaqlara eləməliyik. Xroniki xəstəlikləri olan, yuxarıda sadaladığım kimi asma, diabet, qan xəstəliyi, ürək, böyrək, qaraciyər xəstəliyi, xərçəngi olan, həddən artıq kök olan uşaqlara və 5 yaşın altında, xüsusilə də 2 yaşın altında olan uşaqlar, immun sistemi zəif olan uşaqlara xüsusilə daha mütləq olunmalıdır. Hansı uşaqlara olmaz dedikdə, deməli, 6 yaşın altında olan uşaqlara eləməliyik peyvəndi. Peyvəndə qarşı peyvənd olunub əvvəlki dövrdə və ondan sonra güclü bir allergik reaksiyası olub, o uşaqlara eləməliyik. Yumurtaya qarşı hansısa bir güclü bir allergiyası var, o uşaqlara eləməliyik. Peyvənd olmasına rəğmən hardasa 6 həftə müddətində, 4-6 həftə müddətində Guillain-Barré sindromunu yaşamış uşaqlara eləməliyik. Yəni bu uşaqlara eləməməsi tövsiyə olunur. Bunun kənarında 6 yaşdan yuxarı, xüsusilə də xroniki xəstəlikləri, hətta nevroloji xəstəlikləri olan uşaqlara belə olunması məsləhətdir. Aşkara çıxarılması necə ola bilir? Bir uşaq influenza xəstəliyindən tutulub onu necə aşkar eləyə bilərik? Həkim uşağı müayinə edirsə, fiziki müayinəyə əsasən, müayinə sonuçlarına görə, uşaqdakı klinik duruma görə, yəni şikayətlərinə görə bir uşaqda birdən-birə qızdırmanın qalxması, yüksək rəqəmlərə qalxması, baş ağrısının, əzələ ağrısının, boğaz ağrısının olması, yəni şikayətlərə görə, eyni zamanda həkim uşaqdan bu xəstəliyin tarixçəsini soruşduqca evdəki şəxslərin də, uşaqla eyni ortamda yaşayan şəxslərin, valideynlərin, evdəki adamların da eyni xəstəliklə, eyni şikayətlərin olması zaten klinik müayinə nəticələrinə görə
xəstəlik aşkara çıxara bilər, diaqnozu qoyula bilər. Bundan başqa eyni zamanda testlərdən də istifadə olunur. Hansı ki, bu testlər molekulyar test, PCR test, antigen aşkara çıxarılması testləridir, müxtəlif testlər. Ən populyar, daha tez bizə cavab verə biləcək ekspres testlərdir. Düzdür, həssaslığı molekulyar test qədər olmasa da, amma ən azından qısa bir müddət ərzində 10-15 dəqiqəyə bizə AB virusunu aşkara çıxaracaq bir durumu bizə göstərir. Və mən tövsiyə olaraq nə deyə bilirəm valideynlərimizə? Hal-hazırda bu virus çox geniş yayılmışdır. Çalışın uşaqlarınızı qorumaq üçün uyğun vaxtlarda, həkimin dediyi vaxtlarda qrip peyvəndi ilə peyvəndini vurdurun ki, yoluxma sayının azalmasına, xəstəlik sayının azalmasına kömək eləsin. Uşaqlar bu ağır xəstəlikdən əziyyət çəkməsinlər. Gigiyenik qaydalara nəzarət eləsinlər uşaqlar. Valideynlər bunlara uşaqları aşılasınlar. Qapalı ortamlarda daha çox olmasınlar. Xəstə uşaqlarla təması kifayət qədər azaldın. Əgər qarşıdakı insanın xəstə olduğunu bilirsinizsə, tibbi masklardan istifadə edin. Əl gigiyenalarına daha çox fikir verilsin. Tez-tez əl yuyulmasından istifadə olunsun. Belə uşaqlarınızın qeydinə qalın, sağlamlığın keşiyində durun. Biz həkimlər uşaqların sağlamlığının keşiyində durmağa çalışırıq.